Salam, hörmətli və dəyərli izləyicilərimiz, hər birinizi salamlayıram. Hamınızın hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, bu günləri kanalımızın rəhbəri Pənah qardaşımız tərəfindən Ağcabədi rayonunun Şahmallar kəndində kanalımızın rəhbəri Pənah qardaşımız tərəfindən evi polnustu remont olunan Şəhid Vüsal qardaşımızın evində bu günləri ehsan süfrəsi təşkil eləyib Pənah qardaşımız. Allah Pənah qardaşımıza da uzun ömür, can sağlığı versin. Allah kömək olsun. Allah bax bu şəraiti yaratdığı üçün ruzisinə min qat bərəkət qatsın inşallah. Və bu günləri sağ olsun Nurlan ana da bu günləri gəlibdir. Burada bizimlə bərabərdir. Allah canını sağ eləsin. Hamınıza təşəkkür edirəm əziz dostlarımız, əziz izləyicilərimiz. Bax bu gözəlliyi burada yaradan bizim kanalımızın rəhbəri Pənah qardaşımızdır. Allah Pənah qardaşımıza uzun ömür, can sağlığı versin və şəhid ailələr də gəlir, salamlayır. Salam, salam ana. Dəyərli izləyicilərimiz, bax burada. Bəli, hörmətli izləyicilərimiz, bax bu gördüyünüz ev Ağcabədi rayonunun Şahmallar kəndində Şəhid Elmir qardaşımızın evi tikiləndən sonra başlandı Pənah qardaşımız tərəfindən. Bax bu evin ilkin vəziyyətinin videoları var kanalımızda, izləyə bilərsiniz. Bax burada izləyicilər üçün bunun hamısını çəkib göstərirəm ki, qoy hər kəs görsün, bilsin və Allah Pənah qardaşımızın canını sağ eləsin. Allah Teala ruzisinə bərəkət qatsın. Allah bu qəribçilikdə Pənah qardaşımızı öz pənahında saxlasın inşallah. Bax bugünkü gün bu gözəl, bu cür şəraitin yaradılmasını biz Pənah qardaşımıza borcluyuq. Onun sayəsində olub. Allah ruzisinə min qat bərəkət qatsın. Allah Teala elədiklərinin əvəzini versin. Baxın görün nə gözəl. Bax bu evin qabağı sonradan polnustub hazırlandı. Naves sonradan vuruldu. Pilləkən yenidən inşa olundu, belə deyək, tikildi. Allah canını sağ eləsin, Allah kömək olsun. Sevinc anam baş qarışıqdır, inşallah danışdıracağım birazdan. Allah Teala ruzisinə bərəkət qatsın Pənah qardaşımızın. Allah cibini dolu eləsin. Allah Teala elədiklərinin qat-qat əvəzini versin inşallah. Allah köməklər olsun. Qətərs qalın. Allah canlarını sağ eləsin. Yavaş-yavaş insanımızı da hazırlayırlar. Allah köməyin olsun. Ay xala, nətərsiniz? Sağ ol, nətərsən? Sağ ol, var ol. Allah canını sağ eləsin. Allah köməyin olsun. Allah verilən bütün insanları da qəbul eləsin. Burada əziyyət çəkən, əməyi çəkən hər kəsində Allah köməyində olsun. Xala yenə. Xalamın da kömək olsun. Amin, amin xala, amin. Allah canınızı sağ eləsin. Allah köməyin olsun. Həmişə sən də əziyyət çəkirsən burada. Allah səni var eləsin. Xoşlar olsun, başına hamısın. Allah sizə deyilsin. Allah köməyiniz olsun. Dəyərli izləyicilər, kənd həyatının da gözəl mənzərəsini qoy izləyicilərimiz izləsin. Burada Pənah qardaşımız Sevinc anaya tovuz quşu vermişdi. Bir cüt. O görə buradadırsa göstərəcəm izləyicilərimizə. Deyir buradadır. Allah hər bir kəsə kömək olsun. Allah bir daha bütün izləyicilərimizin canı sağ olsun. İnşallah gələn qonaqlarımızı da danışdıracağıq. Çəkilişimiz davam edir. Hələ indi gəlirlər. Gəlsin qonaqlarımız inşallah.
çəkilişimizi bəyənməyi də, komment yazmağı da unutmayın dəyərli izləyicilərimiz. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allahdan bütün şəhidlərimizə rəhmətlilik, hörmətli izləyicilərimiz. Şəhid ataları da bugünkü gündə burada bizlə bərabər iştirak edirlər. İnşallah indi şəhid atalarına da söz verəcəm bir şəhidlərimizin valideynləri danışsınlar. Allah bir daha bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah yaxınlarına səbir, dözüm versin. Allah bir də ölkəmizə hüsn göstərməsin. Bir də müharibə göstərməsin. Və bu da bizim xüsusi təyinatlı qüvvələrin gənc zabiti şəhid Rüfət qardaşımızdır və həmçinin Ağcabədi şəhidləri var burada. Şəkillərini görürsünüz. Allah qəni rəhmət eləsin bütün şəhidlərimizə. Və yaxınlarına da Allahdan səbir diləyirik və istəyirəm elə şəhid ataları buradadır, qonaqlarımız buradadır. Danışsınlar, onları da dinləyin. Allah ruhunu şad eləsin övladımızın. Allah qəni rəhmət eləsin bütün şəhidlərimizə. Bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizi də var eləsin. Can sağlığı versin. Həmişə elə bizim şəhid ailələrinin yanındasınız. Həmişə çəkilişlərini eləyirsiniz. Bu günləri Zahir qardaşımızın ocağında şəhidlərimizin adına Eysan sırfası açılıbdır. Allah o sırfanı təşkil edən qardaşlarımızın canı sağ eləsin, ömürlərini uzun eləsin. Bizi yaradan Allah həmişə orzu bərəkətlərin bol eləsin. Heç vaxt onlara piskin göstərməsin. Biz şəhid ailələrinin həmişə ürəyin açıqlar, yanlarında olublar. Allah da onların həmişə ürəyin açıq eləsin. Qurban olun. Amin. Çox sağ olun. Allah köməyiniz olsun. Çox sağ olun. Allah canınızı sağ eləsin. Buyuram, buyur sən də eşidək Allah. Mən də şəhid atasıyam, şəhid Əliyev Poladın atasıyam, Hindaşından gəlmişəm, Əliyev Nuralı. Mən bir şey, elə bu şəhidlərimizin özümüz Azərbaycanda o qədər bizim pullarımız, varlarımız var ki. Elə bax, bu qardaşın özünün Allah Teala başından görsün ki, bu bizim şəhidlərimizi yad eləyir. Bizim özümüz də ona fərəhlənirik ki, bizim şəhidlərimizi yad eləyən var, bizim şəhidlərimizi yada salan var. Bu şəhidlər nə qədər yada salanda, onların atası da, qorxmaq rəbəs namısı şad olur ki, bizim şəhidlərimiz də yada salan var. Sağ olsun, var olsun ki, bizim şəhidlərimizi yada salın. Bizim bu şəhidlərimizi belə ehsan verilir. Biz də gəlib oturub orada iştirak eləyirik. Onlara dua oxuyuruq, onları yada salırıq. Sağ olsun, var olsun, Allah başından töksün. Amin inşallah. Arkasında Amin durun. inşallah. Sağ ol. Hər kəs ki, şəhid sevərdi, Allah onları Amin. həmişə qorusun. Amin. Həmişə bizi yaradan Allah onun köməyi olsun. Şəhid sevər qardaşlar çoxdur. Allah hamısını qorusun. Amin inşallah. Amin. Buyuram. Allah sağ Ben olun. de şehitlerimizin atasıyım. Allah bütün şehitlerimize rahmet eylesin. Gazilerimize can sağlığı versin. Çok sağ olun. Allah oruclarınızı bol eylesin. Amin. Neçə illərdir ki, bu şəhidlərə ehsan verirsiniz. Allah ehsanlarını qəbul eləsin. Amin. Allah sizin də orucunuzu versin. Canınızı sağ eləsin. Balalarınızı saxlasın. Siz bu şəhidləri unutmursunuz. Allah Teala sizi yaddan çıxartmasın. Allah sizə də kömək olsun. Balalarınızı saxlasın. Allah Qazancınızı sağ bol olasın. eləsin. Amin. Sağ olun. Buyur qardaş, buyur. Ben de bir şəhid kardeşi olarak Pənah kardeşimize özlərim minnətdarlığımı bildirirəm. Ona göre ki o xaricdə yaşaya burada bizim şəhidlərimizə belə məclislər təşkil edir. Allah kömək olsun. Mən arzu edirəm ki o şəhid atası Nural kardeşimiz dediği kimi Azərbaycanda milyonlar kazanan oğlanlar bir dəfə gəlib bu şəhid kapılarını açsınlar. Bir istikyan çayını içsinler. Bir dəfə də onlar məsciddəmi, nə bilim, o özür evlərində şəhidlərimizin adına Eysan süfrəsi açsınlar. Biz də halallan verək, də halal xoş olsun qazancı. Demirik belədir. Hər an qazancı Allah özünə qismət eləsin. Amma bizim şəhidlərimiz olmasa heç o qazancı da yerinə yetirəlim. Torpaqlarımız da əlimizdən, var devlətimiz də əlimizdən çıxacaq. Sağ ol qazanalım. Bunlar vətəni xilas edən oğlanlardır. Gərək bunların yolunda hər birimiz, hər tərəfdən gələn şəhid atalar gələcək. Nəyə görə gələcək ki, yəni şəhidlərimiz burada yad olur. Məclis qurulur. Allah sizin də köməyiniz olsun. Həmişə sizi görürəm. Bu şəhid analarına dəstək təşkilatında sizin də böyük əməyiniz var. Allah köməyinizdə olsun. Allah canınızı sağ eləsin. Zahir qardaş,
Allah sizden de razı olsun ki siz her yıl 2 defa belə şəhidlərimizin Müsalın ocağında süfrə açırsınız. Eysə süfrəsi açırsınız. Onun için Allah her yerim birinizden çıkarsın razı geldim olsun. özüm. Əlbəttə, bütün Allah gəlmiş şəhidlərimizə rəhmət eləsin. Siz də əziyyət çəkirsiniz. Allah arxanızda dursun. Allah sizi qorusun. Köməyiniz olsun, borcumuzdur. Hər kim bu şəhidlərimizin yanında durur, onun Allah Taala arxasında durur. Amin, amin. Mən öz növbəmdə deyim ki, bizim xeyirxah qardaşımız, Pənah qardaşımız hər ildə olduğu kimi bu illərdə bax bu Vüsalın doğulub boya başa çatdığı bax bu məkanda o ehsan süfrəsi hazırladı. Bəli. Sağ olsun, Allah köməyi olsun, Allah qazancına min bərəkət versin. Amin. Nə? Belə oğullar lazımdır. Bu bəx şəhid qardaşı qeyd elədi. Hər imkanı olanlar elə hər bir şəhidin adı ilə belə ehsan süfrələri yaxud da onları ziyarət eləmək bu böyük bir şərəf olar. Bəli. Gərək bunu hər bir Azərbaycan vətəndaşı eləsin. Bəli. İmkanı olan hər bir kəs. Necə ki, Pənah qardaşı bax, həm şəhidlərə ev eşik tikir verir, onu o cəhətdən köməklik eləyir, həm də ehsan süfrələri hazırladır. Allah başından tövsün. Amin. Allah, Amin. Allah, Allah can Allah, sağlığın Allah, versin. Amin. Uzun ömrüm versin. Allah onun rızasını artırsın. Allah cəmi şəhidlərimizə Vallahi rəhmət Allah eləsin, belə cəmi şəhidlərimizə şəhidlərimizin məkanı cənnət olsun. Amin. Məcid, bir kərə mən bir söz deyim. Buyur, buyur qardaş. İndi biz görmüşük də, demirik ki, Azərbaycanda elə olanlar yoxdur. Var. Elə ehsan süfrəsi açan, şəhid ailələrinə yardım eləyən, elə olanlarımız çoxdur. Keçən il su qovuşanda, elə bu il idi. Su qovuşanda bizdə Hacı Akif var Hindaq qəsəbəsində. Orada şəhid anaları su qovuşana səfər eləyəndə orada ehsan süfrəsi açdı. Hüzur evində o ehsan süfrəsi öz büdcəsindən. Allah elə olanlarımızda canı sağ eləsin. İndi biz yəni tanıdıqlarımız da var ki, Azərbaycanda da elə oğlanlarımız var. Bəli, bəli, şəhidin adına anan, elə oğlanlar. Məsələn, bizdə Heydərov Habil var, mebel dükkanı var. Bizdə indi Əhməd Əlidir, mənəm, Nurar Kidə bu şəhid abidələrində, nə bilim, şəhidlərimiz şəhid xiyabanlarında abadlaşdırmasında həmişə bizə tapşırır ki, mənim adımı başdan yazır. Həmişə də dəstək olur. Dəstək olur. Yəni belə oğlanlarımız var. Allah Pənah qardaşın da canı sağ eləsin ki, bax bu xaricdə yaşaya bu şəhidlərimizə bax orada dəyər verir. O ildə Dirafət qardaş ildə o süfrə açılmışdı. Pənah qardaşın hesabına. Yəni belə oğlanlarımızın Allah canı sağ eləsin. Allah kürəyə hər nəfəsdə bir dua var. Allah onun kürəyində dursun, canı sağ eləsin. Amin, amin. Rüstəm qardaşım evində olub belə. Orada da açılıb, da Muradın ocağında da açılıb. Hə, deyir maşınım yoxdur, gəl məni götür, gedin götür. Abi Talibəm, sağ da uzun ömür, can sağ sağ ol ol. qadınım, Sağ Allah ol. köməyin Sən olsun. də Şəhid Elmir qardaşımızın evin Nə- Abi nə Talib əmi açılır, barısını ürəyim pulsuz sağ ol. ördü. Sağ ol. Allah canını sağ eləsin. Allah canını sağ Sağ ol, eləsin. başım, sağ ol. Sağ ol, Allah Allah köməyin Vüsal balamıza da rəhmət eləsin. Bu Amin. süfrəni açan, başda duran Zahir. oğlana da Allah gedirəm, sən köməyi olsun. Allah cibin daha da dolu eləsin. Amin, amin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Yerləri behişt olsun. Amin. Sağ oləm, Allah sənin də canını sağ eləsin. Allah kömək olsun dedi. Yaxşı bu şəhid atalarını çəkib canlandırırsan, işıqlandırırsan, Allah səni var eləsin, ömrü uzun sənə sağ eləsin. Çox Allah Taala'dan bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimizə can sağlığı, ordumuza bəlalardan qorusun. Allah Taala bütün dünyada gedən, nəinki Azərbaycanda gedən bu müharibəni yaxın müddətdə sona çatdırsın. Sülh bərqərar olsun ki, bu insanlar, bu cavanları, bu gedən şəhidlərimizi bir də itirməyək. Allah Taala bu işi bu günlər görürsünüz, fərəh hissi ilə bu şəhid ataları buyurur ki, hər bir insanın borcudur ki, şəhid atalarının qəlbini sevindirsin. Bu Allah yanında böyük savabdır. Çünki niyə?
Bu günlər onlar can içkisi verir. Öyle bir günlər sən o kağız içkisini verə bilmirsənsə elə, bəs bundan ağarırsın. Ona görə hər bir insanın dəxli yoxdur. Azərbaycanda olsun, qeyri xarici ölkələrdə olan insanlarımızın hər biri borcludur ki, elə bu insanlara dəstək olsun. Vallahi mən demirəm belə, mənim pulum olmasa da azdan çoxdan qardaşımın hər bir vaxt Allah kömək köməyinə həmişə buradasın. çatıram. Allah canını sağ olsun. Bizləri görürəm. Qardaşlar buyurur ki, Seyid sən bunu daşıma deyim niyə ki? Bu bizim vəzifə borcumuzdur. Biz Allah canını bu sağ günləri olsun. çox gözəl buyururlar. Bu günləri burada rahat oturmamızın səbəbkarları bu şəhidlərimizdir. Şəhidlərimizdir, elə mi? Ona görə hər birimizin borcudur ki, şəhidlərimizə qiymət verək, dəyər verək. Çünki bizim gələcəyimiz bu şəhidlərin nətərdirlər apardığı yoldan ölçüləcək. Ona görə də qardaş, bütün insanları, bütün xalqını sevən o şəxslər ki, bu günləri bu ata anaların qəlbini sevindirirsə, mən səmimi qəlbdən deyirəm ki, həqiqətən də Allah yanında böyük səbəbə sahib olan insanlardır. Ona görə də bütün şəhidlərimizin qarşısında baş əyirəm. Allah onların ölənlərinə qəni rəhmət eləsin. Amin. Amin. Bir də ki, Ali Baş Komandanımıza can sağlığı versin ki, Azərbaycanda olan nisbi sakitçiliyi qorusun elə. Bunun üçün də hələ öz güc çatan köməkliyi əsirgəməsin bax bu kişilərə, bu şəhid ata-analarına. Allah sizə ömür versin, hamınıza can sağlığı. Allah bir də belə günlər bizə göstərməsin. Sağ olun, var olun. Allah kömək. Şəhər tozu öyle, neyse bu Eysen süfrəsində. Burada ümumi şəhidlərimizin adlanırsa bu məclisə mötəbər məclis yox. Sağ olsun təşkil edənlər. Bax, bütün şəhidlərimiz bu günlər burada xatırlanacaq. Adına dualar okunur. Bax, budur, əsas budur. Şəhid atalar bir-biri gəlib görəcək, analar gəlib görəcək. O öyle onları birbirine qovuşturmaq özü bir böyük savab. Burada ne kadar bala var? Bu balanın hamısını gəlsə ziyaret eləmənin özü böyük bir savabdır. Bu balalarımızı gəlir şəklinə baxırıq, ondan bir elə ziyarət edirik. Bunların ruhunun qarşısında baş əyirik. Bunlar bizim gələcəyimizdir. Bizim bunlar bilirsən nədir bunlar bizə? Bu torpağımızı azad edib bizi insan eləyən, bizi adam eləyən, başımızı yuxarı qaldıran bunlardır. Bunların hesabına biz baş aşağı gedirdik. 3-4 tane Erməni dığası bizim torpağımızı zəbt edib oturmuşdu orada. Gedə bilmirdik heç bir yana. İndi həmən üz açıq, alnı açıq deyə bu balaların hesabına hər tərəfə gedirik də dedik torpağımız bütövdür. Bunu Allah alanlara rəhmət eləsin, arkasında duranlara Allah kömək olsun. Belə bu Ali Baş Komandana da sağ olsun ki, arkalarında durdular, bizim bu torpağımız alındı, başımız ucu oldu. Allah hamısının ruhunu şad eləsin. Bütün şəhidlərimiz Allahdan rəhmət diləyirik, dəyərli izləyicilərimiz. Allah Vüsal qardaşımızın timsalında bütün şəhid qardaşlarımıza qəni rəhmət eləsin. Yox, gün orta gələcək orada şeymiş hamdımız. Burada Vüsal qardaşımızın da medalları Allah kömək olsun. Şəhid Vahid qardaşımızın rəsmidir. Allah ruhunu şad eləsin. Şəhid Rüfət qardaşımızın rəsmi var burada. Vüsal qardaşımızla bərabər bir şəhid qardaşımız da var burada. Mahir Asifoğlu Cəfərov, Allah ruhunu şad eləsin. Bütün şəhidlərimizin Allah valideynlərinə səbir dözüm versin. Bu da şəhidimizin şəxsi əşyalarıdır. Yox, oldu, sağ ol. Allah qəni rəhmət eləsin bütün şəhidlərimizə. Siz də sağ olun, köməyiniz olsun. Elə nə olacaq, hər evin üzün hazırdır. Ön çatdım hamıya. Sen çay getirdin, getdi boş qoy. Bəli, gətirin də, bunu da gətirin. Danışmaq istəyirsinizsə, bir kəlmə də siz də dinləyək. Dinləyək. Geç bura seviş var, ortada. Keç. O xeyriyyətin Allah şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun. Şəhid ailələrimizin də səbrin versin. Allah Pənah qardaşımızın da qazancın minə bir artıq eləsin ki, bu estafeti mən şahidəm ki, hər il davamlı şəkildə eləyir. Yəni gördüyüm budur, çox şeylər eşitmişəm onun xeyriyyəçiliyi haqqında. Allah verən əlindən kəsməsin. Şəhidlərimizin ruhu ona kömək olsun. Nə deyərdim, qazancı artıq olsun ki, daimi belə
xeyirxah işlərlə məşğul olsunlar. Şəhidlərimiz yadına. Allah, bəli, bu günlərin biz burada Ağcabədi rayonunda Vüsal balamızın evindəyik. Gəncədən də şəhid anamız gəlibdir. Şəhidlərimizin adına qarşıdan Zəfər bayramı gəldiyi üçün ehsan süfrəsi təşkil edib Pənah qardaşımız. Biz də ona mən öz adımdan, təşkilatımız adından təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Yəni biz hamımız burada bir yerdə bir ailə hesab olunuruq. Şəhid ataları, şəhid anaları həmişə bir yerdə bir-birlərinə arxadılar, köməkdilər. Neynəmək olar? Çünki onların hamısının evlatları bir yerdə döyüşüblər, bir yerdə şəhid olublar, ruhları da bir yerdədir. Ona görə də bunlar da birləşdən o şəhidlərimizin ruhlarıdır. Allah şəhidlərimizə rəhmət eləsin. Ana, Allah sən də evlada rəhmət eləsin. Əziyyət çəkib gör o boyda məsafəni qət eləyib gəlmisən, bizlərlə bir yerdəsən. Bax, bu elə sübutdur ki, mən bunu həmişə deyirəm. Gəncə, Bakı, Şəki, fərqi yoxdur. Analarımız hamısı bir yerdədirlər, bir-birlərinə anadılar, bacıdılar. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Amin. Bugün Vüsal balamızın ocağında Pənah balamızın Allah canını sağ eləsin, ehsan süfrəsi verir şəhidlərimizə. Allah şəhidlərimizin ruhunu şad eləsin, məkanları cənnətdir əlbət ki. Allah Pənah balamın verdiyi ehsanların hamısını qəbul edəsin, ali dərəcədə. Şəhid balalarımızın da ruhları həmişə onun dayağında dursun. O ki bizim arxamızda durub, hər an pis günümüzdə, yaxşı günümüzdə yanımızdadırsa, biz də onun həmişə elədiyi yaxşılıqlarının ətrafında olmalıyıq. Allah köməyi olsun. Allah bütün kömək eləyənlərin canını sağ eləsin. Şəhid balalarımızın ruhları şad olsun. Allah bütün şəhid analarımıza, atalarımıza da dözüm versin. Amin. Amin. Siz də sağ olun ki, bunu çəkib işıqlandırırsınız. Borcumuz Allah köməyiniz olsun. Təşəkkür edirəm. Belə. Komandamızda gəlsin, Ruhunu biz şad də eləsin. öz təşkilatımız üçün adı İnşallah indi eləyək götürək. gələnlər olacaq, Allah Çünki qoysun, axşam gəlsinlər. məlumat İnşallah. verirəm. Şəhid ailələri hələ indi gəlirlər, saat hələ 11-dir. İnşallah gəlsinlər. Gəldikcə çəkilişlərin hamısını çəkib sizlər üçün göstərəcəm. Qoy hər kəs bilsin. Allah bir daha ruhunu şad eləsin. Bugünkü gündə bu anaları bir araya cəm eləyən, bu şəhid atalarını bir araya cəm eləyən sağ olsun. Bugün Pənah qardaşımızın sayəsində hamı bir araya cəm olur. Şad eləsin. Amin. Burada şey görmüşdüm, beyin komandir. Və Leytinat buradadır. Şəhid Rüfət qardaş. Hə, şeydir, o Beyləqandan, Füzulidəndir. Yox. Bakıdan. hə. Bakıda qalırlar. Əslən Ucardandır, Qaracallı kəndindən. Mən onun Füzulidə anasını gördüm axı elə bir. Bəlkə iştirak edirsinizsə tədbirdə. Füzulida tədbirdə qoy baxım. Amma onu bunlarda görmüşəm. Görən kimi tanıdım şəkildə. Tapsam o şəkildə. Allah ruhunu şad eləsin. Bütün şəhidlərimizi Durlar Allah'tan. ağacı. Bu atan neyse o bir defa nikahda. Ne tarz vəziyyət? atam ağrıyır, sizə sağlıq. Əməliyyatı olub. Birinci Qarabağ. Nəzmi, bu da odur. Bir batalyonda olur. Bu da odur. Hə. Amma mən bu Bir şəkildə orada batalyonda gördüm. her bir sədəfət Böyle gələndə tanış oldum. Ha 703 nömrədə o da. Orada qaldı, orada yanında. 2 dəfə yaralanıb babama. Bir dənə başına yaralanıb, bir dənə də ayağından. Ha, görüm belə bir dəfə elə gəldiydi. Onda ben orada tanış oldum. Dedi 703'te dedim benim kardeşim de orada. Son bu ildə Döyüşür. Ağdar en kaynar nöqtədə o 703 nömrəli hərbisi. Allah ordumuzu qorusun. Allah bütün qazilərimizi, veteranlarımızın hər birinin köməyində dursun. Onlar özləri də canlı şahiddirlər. Bəli. Hə, sevin canım. Allah qəbul eləsin verilən insanları. Sizi də Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bugünkü bütün şəhidlərimizə verilən insanlarımız qəbul olsun. amin. Allah Pənah balamın ruzisin, bərəkətin çox eləsin. Amin. Allah onu balaların üstünə nəyisi eləməsin. O ki, həmişə bizim şəhidlərimizin adından hər ildə 2 dəfə neysan verir. Allah ona dəyməsin, onun köməyi olsun. Şəhidlərimizə də Allah rəhmət eləsin. Amin. Həmişə şəhidlərimizin ruhları onun köməyində dursun. Qərib eldə onu qorusun. Balalarından sevindirsin Allah. Amin inşallah. O analar çağırırız böyle. Gelsin öpüləsin görmüsün. Qoy Ceyran ana da gəlsin, hamısı gəlsin. Gəlsinlər heç nə çəkiliş Yox, çəkər. Evə get, annen gətirmək.
5 dəqiqə gözlə buradayıq. Bir daha Bir de onlara uzun ömür, can sağlığı versin. Çəkilişimiz davam edir dəyərli izləyicilərimiz. Çəkilişimizi izləyin inşallah. Maraqlı bir gözəl çəkiliş izləyəsiniz. Az gəncə gedin. Qızımın yanına. Bir dəfə Gəncədə Allah qızım. Dəyərli izləyicilərimiz, bu günləri bizim Şahmallar kəndində Seyid Nadir babanı da burada gördük. Allah canı sağ eləsin. İzləyicilərimiz də yaxşı tanıyır, yaxından tanıyır Seyid Nadir babanı. Elə buyur Seyid Nadir baba. Səni də xoş gördük, xoş gəlmisən. çox sağ olun. Allah Teala hər birimizə can sağlığı versin. Biz şəhid otağındayıq. Şəhid Hüseyin balamızın otağındayıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Məqamları uca olsun. Amin. Allah Teala heç bir ata-anaya bu gündən belə şəhidlik gəlməsin, istəyir. Belə dəqiqdə stavsı verilməsin ki, bu şəhid atası, şəhid anasıdır. Allah Teala ordumuzu qorusun, millətimizi qorusun. Belə xeyirxah insanlarımızı, xeyirxah oğlanlarımızı qorusun. Pənah kimi oğullar bax belə xeyirxah əməllərlə məşğullar. Allah sizi var etsin. Allah köməyiniz olsun. Allah canını sağ eləsin. Salam aleyküm, xoş gəlmisiniz. Allah rəhmət eylesin. Sağ olun, amin. Amin, amin. Buyur gəl. Ana gedir onun şəklimizi çəksin. Buyur, buyur. Çək, Can Allah ruhunu şad eləsin. Şəhidlərimizin, bütün şəhid ailələrini Allah sağ Yaşa ben çekim de ya. Verme. Halıyla beraber. çəkdir, çəkdir. Gedir qadına. O düşsün lan, o düşsün. Allah rəhmət eylesin. Şəhid ailesi. Şekil götür. Hə, şəkil. Şəkil çəkin, sonra mən çəkim doğru. danışsınlar. Ana, Allah övladınızın ruhunu şad eləsin. Allah səbrinizi versin. Bütün şahitler hamısına Allah rahmet eylesin. Hamısı bizim balamızla. Yerleri nurla dolsun. Bütün hamısına Cenab-ı. Məhəmməd Ali, bir yerdə çək bizim şəklimizi. Bütün şəhidlərimizə Bir dənə gələn də rəhmət çək. eləsin. Bəli, şəhidimizin otağında xatirə şəkilləri də çəkdirir. Gələn şəhid anaları, şəhid valideynləri, Allah köməkləri olsun, Allah canlarını sağ eləsin. Bütün şəhidlərimizin Allah yaxınlarına səbir versin. Tamam bağışlayın. He git Allah bağışlasın. Allah canınızı sağ eləsin. Tez getdiniz. Ha, gidip orada olmasam da gideceğim. Şimdi bu da gitmezse giderim ondan beri. He, böyle bir bu kızlar da Yanında da şarkı He sen geliyorsun Bunu Berat. gözlüler, çünkü benim çalışmaya. Canınız sağ olsun. Ona göre. Sağ olun. Çok sağ olun. He, zaten Allah başını verir. Ne yere bir dayım verebilir. Bir şey yaramızda. Allah köməyiniz olsun. Çanları âli diye Allah daha da âli eylesin. Oktyabr ayı Azərbaycanda ən hüzünlü aydır. Çünki bu ayda şəhidlər vermişik. Sabah ayın 20'si Zəngilanın azadlıq günüdür. Dünənləri ayın 17'si Füzulinin azadlıq olan günüdür. Azad olan günüdür. Oktyabrın 4'ü Cəbrayilin və qarşıda ayın 25'ində Qubadlı şəhərinin azad olan günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Əsirlikdə olanlarımıza azadlıq və o şəhidi şəhid kimi yetişdirən valideynlərlə biz onların qarşısında baş əyirik. Allah onlarda var eləsin. Allah kömək olsun. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Allah ruhunu şad eləsin. İnşallah indi qonaqlarımız gəldikcə, dəyərli izləyicilərimiz, çəkilişimizi sona qədər izləyin, kommentlərinizi yazın. Gələnlər olduqca inşallah çəkirik, göstəririk. Bugünkü gün burada hamımız bir araya yığışıb şəhid qardaşlarımızı yad eləyirik. Şəhidlərimizin ruhunu şad eləyirik və istəyirik ki, bu çəkilişimizi də hər kəs bəyənsin. Fikirlərinizi aşağıda komment hissəsində yazın. İnşallah fikirlərinizə də cavablar yazılacaq.
Allah hamınıza kömək olsun burada. Allah bütün şəhid ailələrinə də səbr versin. Amin Allah. Azərbaycanımızın bütün ərazi bütövlüyü uğrunda canlarında keçən şəhidlərimizin ruhu salavatla gəlir. Allahümme salli ala Muhammedin ve ali. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Olan aşkadırlar işsiniz. Bismillahirrahmanirrahim. Sabbih isme rabbikel a'lellezî halaka fesevvâ وَالَّذِي قَدَّرَ فَهَدَى وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ سَنُقْرِئُكَ فَلَا تَنسَىٰ Allah bir daha şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Allah verilən insanlarımızı qəbul eləsin. Allah və şəhid balalarımızın ruhları həmişə qərib eldə olanların, Pənah balamının, ailəsinin, balalarının köməyində dursun. Elədiyi yaxşılıqların Allah min qat əvəzini versin. Allah ürəyinə görə versin. Allah balalarınızdan sevindirsin sizi, Pənah balam. Allah sizə can sağlığı versin. Ata-ananıza göz dolusu versin ki, bu cür evlat, mərd evlat böyüyüb, başa çatdırıblar. Sağ olun, Allah razı olsun. Allah qəbul eləsin. Amin. Allah şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Verilən insanlar qəbul olunsun. Kim ki şəhid ailələrinin yanındadır, Allah Taala'nın həmişə yaxşı mənasında yanında olsun. Allah ruzularını versin, kömək dursun. Allah canlarını sağ eləsin. Allah köməyinizdə olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Çox sağ olsun Pənah müəllim də ki, bu şəhid anaların, valideynlərinin hər vaxt, hər zaman qəlbində saxlayır. Allah onun uzasın, minəvəz versin. Allah köməyində dursun, balasını saxlasın. Nə deyək, bundan artıq nə deyək, təşəkkürümüzü bildiririk ona. Allah köməyinizdə olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Elə Nurlan ana dedi də mən heç nə demirəm. Allah Aybəniz anaya, Qədir qardaşa uzun ömür, can sağlığı versin ki, o cür oğul böyüdülər. İldə 2 dəfə burada şəhidlərimizin adına süfrə çıxır. Allah min qat əvəzini versin. Amin. Allah köməyinizdə olsun. Buyurun. Mən də analara qoşuluram və yaxud da şəhidimizin ev muzeyində müsahibədə dedim. Mən də həmin o bizim Pənah balamıza təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Allah qazancını artıq eləsin. Elə o məsəl üçün bu şəhidlərə hörmətlə yanaşır. Arzu eləyərdim ki, bütün Azərbaycan vətəndaşları hərəsi öz evində, öz elində, öz işində, öz postunda şəhidlərimizə hörmət əlaməti olaraq onlara hörmətlə yanaşsınlar və torpaqlarımız azad olunubdu, torpaqlarımızın qorunub saxlanması üçün bax bu cür işlər görüldükcə elə bil ki, biz o şəhidlərin bizə qoyub getdiyi əmanətdir də bu torpaqlar. Onu saxlamış oluruq. Bir daha minnətdarlığımı bildirirəm. Köməyinizdə olsun. Allah Rüfət balamızın ruhunu şad eləsin. Onun sayəsində Pənah balam kanalımızı təşkil edirik biz analar üçün, şəhid balalarımız üçün. Və biz analar bir-birimizi tanımırdıq. Şəhid balalarımızın sayəsində bir-birimizlə tanış olmuşuq və bir yerdəyik. Allah yenə də Pənah balanın canına can sağlığı versin. Allah üzünü həmişə sevindirsin. Allah balalarından sevindirsin onu.
Həyatda ən gözəl nemət evladdır. Evladlarının gözünə çıraq olsun. Özü də Aybəniz ananın, Qədir əminin gözünə çıraq olsun. Allah şəhidlərimizin ruhlarını şad eləsin. Qazilərimizə, veteranlarımıza da Allah kömək olsun. Allah ordumuzu qorusun, əskərlərimizi, bütün hərbiçilərimizi qorusun. Bütün əskərlərimiz sağ gedib, salamat ataların üstünə qaysınlar. Şəhid analarımız yenə gəlirlər. Allah canlarını sağ eləsin. Allah bir daha ruhunu şad eləsin bütün şəhidlərimizin. Sağ olun. Sağ olun. Allah kabul etsin. Sağ olun. Sağ olun. Sağ olun. Allah elinizi qolunuzu var eləsin. Belə dəyərli izləyicilərimiz, Allah bir daha Pənah qardaşımıza uzun ömür, can sağlığı versin. Allah Taala ruzisinə min qat bərəkət qatsın. Bugünkü gündə şəhid ailələrini bir araya cəm eləyib Pənah qardaşımız. Allah bir də ölkəmizə, xalqımıza pis gün göstərməsin. Bax elə bu evin də tikilməyində bu evi Pənah qardaşımız özü tək başdan ayağa polunu tutub, belə deyim, remont elətdirib. Özü eləyibdir. Allah Taala ruzisinə min qat bərəkət qatsın. Allah ruzisin bol bərəkətli eləsin inşallah. Rəhmət eləsin. Bu günləri biz Pənah müəllim verdiyi ehsan süfrəsindəyik. Allah onun canını sağ eləsin, köməyində dursun ki, bu günləri biz şəhid anaları bir yerə toplayıbdır. Min əvəzin versin. Allah balalarına dəyməsin, anasına, atasının canını sağ eləsin. Belə böyük, belə bir oğul böyüdübdür bizlər üçün. Belə bir şəhid anaların az da olsa könlünü açırlar. Allah köməyində dursun. Allah şəhidlərimizə rəhmət eləsin. Kim ki şəhid analarının yanındadır, Allah onu var eləsin. Qazancın bol eləsin, canını da sağ eləsin. Bəli, dəyərli izləyicilərimiz, çəkilişimizi yekunlaşdırıram yavaş-yavaş. Bu günləri Ağcabədi rayonunun Şahmallar kəndində Pənah qardaşımızın sayəsində bu qədər şəhid ailələri, şəhid ataları, hamısı bir yerdə oldular. Allah canını sağ eləsin Pənah qardaşımızın, Allah Taala ruzisinə bərəkət qatsın, Allah elədiklərinin min qat əvəzini yetirsin inşallah. Çəkilişimizi izləyən, bizi tək qoymayan hər kəsə də öz təşəkkürümüzü bildiririk. Allah sizə uzun ömür, can sağlığı versin, Allah köməyiniz olsun. İnşallah növbəti çəkilişimizdə şəhid Vahid qardaşımızın il dönümü olacaq. Növbəti çəkilişimiz oradan olacaq inşallah. İzləyərsiniz, Allah Vahid qardaşımıza da qəni-qəni rəhmət eləsin, ruhu şad olsun. Sonra bax bu qapıda yenə şəhid Vüsal qardaşımızın inşallah il dönümü olanda çəkilişlərimizi izləyərsiniz. Allah bir daha
Hər birinizə can sağlığı versin. Kanalımızı izləyən izləyicilərin Allah köməyində olsun. Canlı yayınlarda bizim yanımızda olan hər bir kəsə özlərinin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Allah'a əmanət qalın, sağ olun, var olun. İnşallah Allahın izni ilə gözəl izləyicilərimiz növbəti çəkilişlərimizdə görüşmək ümidi ilə.